Hər birimizin həyatında çətinliklər olur. Bəzən insan düşünür ki, qarşısına çıxan maneələr onu zəiflətmək, yormaq üçündür. Amma zaman keçdikcə anlayırıq ki, əslində hər bir çətinlik bizim inkişafımızın bir mərhələsidir. İnsanın içində gizlənmiş pis vərdişləri, zəif tərəfləri bəlkə də heç vaxt üzə çıxmazdı. Ta ki, həyat bizi sınayana qədər. Elə anlar olur ki, insanlar bizə sərt sözlər deyir. Xoşumuza gəlməyən gerçəkləri üzümüzə vururlar. İlk baxışdan bu incitmiş kimi görünür. Amma biraz düşünəndə anlayırıq ki, həmin sözlər Allahın bizə göstərdiyi güzgüdür. Bəlkə də o insanlar sadəcə bir vasitədir. Onlar bizim qulağımıza Allahın çağırışını çatdırır. Dəyiş, düzəl, böyü. Biz bu mesajı görə bilsək, həyatımız başqa bir mərhələyə keçir. Çətinliklər bizi sınamaq üçün deyil, yetişdirmək üçün gəlir. Onlar bizə gücümüzü, zəifliklərimizi və potensialımızı göstərir. Əgər dərsini ala bilsək, hər çətinlik bizim üçün yeni bir başlanğıc olur.